10 gün içərisində edilən ən əzəmətli əməl həcc və ümrədir. Həcc və ümrə. İndi məsəl üçün həccə gedənlər eyni zamanda ümrə də eləyirlər. Birinci ümrə, sonra ardınca həcc. İnsanın bu 10 gün içərisində edə biləcəyi ən əsər əməllərdən nədir? Həcc, ümrə. Allah kim eləyibsə onlara yenidən eləməyi müvəffəq eləsin. Kim eləməyibsə həcc, ümrə eləməyi müvəffəq eləsin. Bax, ömrənin fəzilətinə bax. Ümrə ikisi arasındakı günahlara nədir? Kəffarədir. Və məbrur olan həccin isə, qəbul olan həccin isə cənnətdən başqa mükafatı yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Əl-umratu lə-umra kəffaratun limə beynəhumə vəl-haccul məbrur leysə lehu cəzaun illəl-cənnə." Ümrə ilə ümrə ikisi arasındakı günahlara kəffarədir. Qəbul olan həccin isə mükafatı ancaq cənnətdir. Fikir ver. Ümrə etdin, sonra digər ümrə, ikisi arasında günahlara kəffarədir. Artıq burada demir iki həccin arası. Amma deyir, qəbul olan həccin isə mükafatı ancaq cənnət. Həccin əzəmətinə bax. Əl-həccul məbrur leysə lehu cəzaun illəl-cənnə. Qəbul olunan həccin mükafatı ancaq cənnətdir. Ona görə sələflər çoxlu həcc etməyə həris olublar. Bir Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verib ki: "Vəl-məbruru huvəl-ləzi la yuxalituhu ism." Məbrur o deməkdir ki, ona günah qarışmasın. Ona heç bir günah qarışmasın. Əməl xalis olaraq riyadan, sum'adan, eşitdirmədən uzaq olsun. Sırf Allahın üzü xatirinə edilsin. Və həccin həmən ərkanları, vacibatları yerinə yetirilsin və sünnəyə riayət edilsin. Yəni heç bir naqislik olmasın. Və bu da nədir? Qəbul olan həcc hesab olunur və Allah qatında da bunun mükafatı ancaq cənnətdir. Ona görə də həmən o məbrur həccə müvafiq ola bilmək üçün həcci çox etməyə nə var? Təşviq var. Və sonra oruc edilə bilən əməllərdən. Məsələn, bu günlərdə oruc tuta bilərsən. Bu günlərdə edilən əməllərin fəzilətdən, bəli də adi günlərdə məsələn. Bu ilk 10 Peyğəmbər sallallahu əleyhi və səlləm çünki başqa hədisdə gəlir ki, bilmirəm burada qeyd eləmişəm yoxsa orada Ayşə anamız deyir ki, o ilk 10 gündə oruç tutardı. Alimlər deyir ki, 10-cu gün bayram günü daxildir. Yəni orada dayan 9 günü nəzərdə tutulub. Arafa gününə kimi. Əvvəlki günlər və hamısı bütün günlər. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm 10 gün oruç tutardı Zilhiccənin. Amma deyir nəzərdə tutduğu nədir? 9 gün. Yəni bayram namazı prosta ümumi götürür də. Bayram günü oruç tutmaq olmaz, haramdır. Amma Arafa və ondan əvvəlki günlər tuta bilərsən. Ona görə yəni bu günlərdə edilən salih əməllərdən bir dənə də oruc. Hansı ki, orucun da mükafatını ancaq Allah azə və cəllə deyir ki, mən verəcəm. Deyir ki, kullu əməl ibn Ədəm ləh illəs-savm. Bütün Adəm oğlunun bütün əməlləri özü üçün ancaq oruc istisna. Fə innəhu li və ənə əczi bih. O deyir, mənim üçündür, mən də onun mükafatını verəcəm. Deməli, bu günlərdə də edilə bilən salih əməllərdən bir də nədir? Oruçdur. Və xüsusi olaraq da, deyək ki, sən digər oruçları tutamadın, heç olmasa Arafa orucunu tut. Heç olmasa Arafa orucunu tut. Hansı ki, bu 2 ilin günahlarının bağışlanmasına səbəbdir, kəffarə olmasına səbəbdir. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hədisdə: "Siyam yevmi Arafa." Arafa gününün orucu. "İnni əhtəsibu alallahi an yukaffir senətəllati qablahu və senətəllati ba'dahu." Mən Allaha ümid eləyirəm ki, deyir, Arafa gününün orucu özündən bir il əvvəl, özündən bir il sonra günahlara kəffarə olsun. Və siyam yevmi Aşura. "İnni əhtəsibu alallahi an yukaffira senətəllati qablahu." Amma Aşura orucu haqqındadır. Ümid edirəm ki, Allaha özündən öncəki bir ilin günahlarına kəffarə olsun. Və burada Arafa orucunun fəziləti var. 2 ilin günahlarına kəffarətdir. 2 ilin. Və alimlər deyirlər ki, bax, Arafa orucuna Allah azə və cəllə açıq aydınlıqda əcri daha çox verib. Düzdür? 2 il. 2 dəfə çox Aşura orucundan. Çünki Aşura orucu Musa əleyhissalamla bağlıdır. Arafa orucu isə Peyğəmbər sallallahu əleyhi və səlləmlə bağlıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm Musa əleyhissalamdan üstündür. Ona görə də Allah azə və cəllə bu əmələ daha çox əcr verib. Bu ilin neçəsinə düşür? 26-sına? Allah azə və cəllə hər birimizin müvəffəq eləsin tutmağı. Bax, fikir ver. Bax, digər bir hədis deyir ki, "Mə min əyyəmin ə'zamu indallahi və la habbu ilayhi'l amalu fihinnə min hadihi'l əyyamil aşr." Allah qatında bu 10 gün ərzində edilən əməldən Allah qatında daha sevimli və daha əzəmətli əməl yoxdur.
fəəksiru fihinnə minət-təhlil və-təkbir və-təhmid. Siz də deyir, həmən bu günlərdə, 10 gündə təhlili, təkbiri və təhmidi artırın. Yəni, la ilahə illallah, Allahu Ekber, elhamdülillah artırın. Fikir verir, bayaqki hədisdə xüsusi nə etmək lazım olduğunu deməmişdi. Sadəcə xəbər vermişdi ki, bu günlərdə edilən əməllər daha üstündür. Burada isə əlavəsi də var. Burada nə deyir? Təhlili, təkbiri, təhmidi artırın. Kiçik görmə. Digər deyək ki, əməlləri eləməyə sən bu dəqiqə vaxtın yox və ya çətinliyi var və ya nəsə, təhlil ki, gətirə bilərsən. La ilahə illallah. Allahu Ekber. Elhamdülillah. Quran oxuya bilərsən. Quran oxuyamırsan, işin var əlində, Qurana qulaq as. Qoy Quran oxusun, sən qulaq as. Məsəl üçün də, yəni dəyərləndir bu günləri. Allah qatında ən əzəmətli 10 günün içərisindəsən. Subhanallah. Deyirik, amma yenə də adama çatmır. Tamam. Düzdür, vallahi. Təkrar deyirsən, oxuyursan gözündən. Yenə də çünki o qədər qəflətdəyik. O qədər qəflətdəyik ki, bu 10 gün haqqında. Deyirik. Gözümüzlə hədisi oxuyuruq. Yenə də, yəni elə bir ki, bir növ biraz adama tam çatmır. Amma həqiqətdir bu. Yəni bu sənə nə lazımdır? Savab üçün fəzilətli vaxt lazımdır. Qardaş, bax bu 10 gün odur. Subhanallah. Buxari rahimehullah rivayet edir, deyir ki, "Kana İbn Ömer və Əbu Hureyra radiyallahu anhuma yaxrucani ilə's-suq fi eyyamil aşr yukabbirani və yukabbirun-nasu bi takbirihima." İbn Ömer və Əbu Hureyra radiyallahu anhuma, Allah onların hər ikisindən razı olsun, bu Zilhiccənin ilk 10 günündə deyir, bazarlara çıxardılar, təkbir gətirərdilər və insanlar da onlara qoşulub təkbir gətirərdi. Və kənə Ömər radiyallahu anhu yukəbbiru fi qubbətihi biminə fəyəsmə'uhu əhlul məscid fəyukəbbirun. Ömər radiyallahu anhu deyir, həc vaxtı Minada öz deyir çadırında, öz qübbəsində təkbirlər gətirirdi, yüksək səslə deməli gətirirdi ki, insanlar deyir onu eşidirdi və onlar da təkbir gətirirdi. Və yukəbbiru əhlil əsvaq həttə tərtəccu minə təkbira. Deyir ki, insanlar da onu eşidirdi, bazarlarda da hətta onu eşidirdilər. Onlar da deyir təkbirlər gətirirdi. Hətta bu təkbirlərdən deyir Mina titriyirdi. Allahu Ekber. Mina titriyir. Təsəvvürlə ki, minlərlə insan təkbir gətirir. Mina lərzəyə gəlir, titriyir. İbn Ömər və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə ən çox sarılan səhabələrdən olub İbn Ömər. İbn Ömər deyir, həmən bu 10 gündə namazların ardınca təkbirlər gətirirdi. Hətta yatağında belə bu təkbirləri gətirirdi. Oturduğu yerdə təkbirləri gətirir. Hətta yürüyərkən bu günlərin hamısında deyir təkbirlər gətirir. Subhanallah. Fikir ver. Bununla inşallah kifayətlənərik. Subhanəkəllahumma və bihamdik, əşhədu en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.